Hello əzizlərim, giyindim, keçindim. Deməli, Artefaktın dəvəti ilə Türkmenistan günləri dəvətinə gedirəm. Belə bir yaşıl kostyum giyindim. Qara belə üstü basanuşka. Basanuşka biraz qabağa açıqdır. Bu məncə aqat olmalıdır. Bilmirəm daşlar nədir. Nefrit də aqatla, ya elə aqatla. Bu prostoydur. Bunlar aqatda. Bu dəqiq aqatdır. Bu da deyəsə aqatdır və bunu taxdım. Saçlarım öz saçlarımdır. Yəni ki, qıvrımı özümündür. Sadəcə çolkamı üzümdən yığdım. Yaşıl sumkamda çox şey girmirdi və hara qoymuşam dəqiq bilmirəm. Qara sumkam demək olar ki, balacadır. Heç kaşilokla, açar falan güclə girir. Ona görə hələ əl gözəli bu siyarı sumkamdır, boz sumkamdır. Ev yoxdur, fərqli olsun. Kim deyə baxaq. Hə, neysə. Bəzəndik, düzəldik. Əvvəl demişlər sarayda olacaq. Sonra dedilər ki, Heydər Əliyev mərkəzində olacaq. Gedib görək necə gedirik ora. Bir kəmər də vardı, amma kəmərini taxmadım. Sizləri də sevirəm. Mənə xoş istirahətlər.